Bismillah. Selamun Aleyküm əziz müsəlmanlar. Keçən dərsdə qaldığımız yerdən davam edirik. Dərsus təminu, deməli 8-ci dərs. Əvvəlcə həmişə kimi mətnimizi oxuyuruq və tərcümə edirik. Həzər raculu təcirun və zəlikər raculu tabibun. Bu kişi tacirdir və o kişi isə həkimdir. Demək, burada bir məqam istəyirəm diqqətinizə çatdırım. Əgər işarə vəznindən sonraki isim əlifləmlə birləşirsə, yəni həzər raculu kimi oxuyuruqsa, bunu tərcümədə də bir yerdə tərcümə edirik. Yəni, desəydik ki, əgər, məsələn, həzə raculun, bu şəkildə desək, ilk dərsimizdə olan kimi tərcümə edəcəyik, bu kişidir. Və yaxud da həzə beytun, bu evdir, həzə kitabun, bu kitabdır. Lakin bunların arasına əlifləm daxil olarsa, bunlar bir yerdə də tərcümə olunurlar. Məsələn, həzər raculu, bu kişi və bu artıq tamamlanmamış cümlədir. Həzər raculu, məsələn, cəlisun, məsələn, bu kişi oturubdur. Gördüyünüz kimi tərcümədə də bir yerdə tərcümə edirik. Bu kişi. Burada isə bu kişidir. Yəni bunların fərqini istədim izləyicilərlə bölüşün və ayıra bilsinlər. Çünki bəzən bunu ayıra bilmirlər tələbələr. Davam edək. İsmut təciri Məhmudun. Deməli, tacirin adı Mahmuddur. Və ismut tabibi Səidun. Tacirin adı Mahmud və həkimin adı isə Səiddir. Həzəl beytu lit təciri. Burada gördüyünüz kimi li hərfləri var. Bu ev lit təciri tacirindir. Və zəlikəl beytu və o ev isə lit tabibi. Demək, həkimindir. O ev isə həkimindir. Burada bir qaydanı da istəyərdim sizlərlə bölüşüm. Əgər əlifləmli sözün qarşısına hər hansı bir əlifləmli söz gəlir, yəni fərqi yoxdur. Talib, kitab, dəftər və s. Onun qarşısına li hərfi cəri daxil olursa, bu zaman deməli, əlif düşür. Əlif düşür və li birləşir bura. Məsələn, ət-talibu qarşısında li hərfi cəri gələrsə, burada əlif düşür və bu şəkildə yazılır. Lit-talibi. Gördüyünüz kimi, burada da lit-təciri sözündə də həmən bu qayda tətbiq olunubdur. Li və arxasınca əlif düşüb, ləm qalıbdır. Lit-təciri bu şəkildə yazılıbdır. Bu ev tacirindir, o ev isə həkimindir. Növbəti, beytut təciri əməməl məscidi, deməli, tacirin evi məscidin qarşısındadır. Əməmə qarşısında deməkdir. Və beytut tabibi və həkimin evi isə xalfəl mədrasəti, xalf arxasında deməkdir. Məktəbin arxasındadır. Demək, tacirin evi məscidin qarşısında, həkimin evi isə məktəbin arxasındadır. Davam edək. Limən hədihis səyyaratu. Kimindir bu maşın? Və limən tilkə. Və o kimindir? Bu maşın kimindir və o kimindir? Hədihis səyyaratu lit-tabibi. Bu maşın həkimindir. Və tilkə lit-təciri. O isə tacirindir. Hədihis səyyaratu minəl-yəbəni. Bu maşın Yaponiyadandır. Və tilkə min Əmrikə. O isə Amerikadandır. Bəli. İndi isə çalışmamızı edək. Əcəbanil əsələtil ətiyəti, gələn suallara cavab ver. Deməli, ilk bəndini oxuyuruq.
Mən hədər raculu. Bu kişi kimdir? Və mən zəlikə raculu. Və o kişi kimdir? Mətnə uyğun cavab verə bilərik. Məsələn, deyə bilərik ki, bu kişi deməli tacirdir. Hədər raculu təcirun və zəlikə raculu tabibun. O kişi isə deməli həkimdir. İkinci sualımıza keçək. Məsmud təciri və yaxud da mə ismud təciri. Burada izafə var. Keçən dərslərdə öyrəndiyimiz kimi. Vəsləli həmzə ilə də oxuyub birləşdirə bilərik. Məsmud təciri və yaxud da ayrıca oxuya bilərik. Mə ismud təciri. Hər ikisi doğrudur. Deməli, tacirin adı nədir? İsmud təciri Məhmud. Deməli, tacirin adı Mahmuddur. Mə ismud tabibi və yaxud da məsmud tabibi, həkimin adı nədir? Buradan götürürük. İsmud tabibi Səidun. Deməli, həkimin adı Səiddir. Təbii ki, bunu oxuyub tələbə özü sərbəst cavab versə daha yaxşıdır. Biz indi burada göstərmək məqsədini mətni yuxarı qaldırıb göstəririk. Ancaq tələbə yaxşı oxuyub öyrənməlidir. Ondan sonra deməli, suallara ora baxmadan sərbəst cavab verməyə çalışmalıdır. Lakin əvvəldə təbii ki, təzə başlayanlar üçün çətin olmasın deyən bu şəkildə izah edilir. Növbəti sualımız, deməli, bəndimiz min əynə səyyəratut tabibi izafədir burada. Deyir ki, həkimin maşını haradandır? Deyir ki, deməli, səyyəratu ət-tabibi minəl yəbəni. Deməli, həkimin maşını Yaponiyadandır. Min əynə səyyəratut təciri. Tacirin maşını haradandır? Deyir ki, səyyəratut təciri deyir ki, min Əmrikə. Deməli, tacirin, ticarətçinin maşını Amerikadandır. Əynə beytut təciri. Tacirin evi haradadır? Burada var cavabı. Beytut təciri əməməl məscidi. Deməli, tacirin evi, ticarətçinin evi məscidin qarşısındadır. Eynə beytut tabibi. Həkimin evi haradadır? O da buradadır. Cavabı var. Beytut tabibi. Həkimin evi xalfəl mədrəsəti. Deməli, həkimin evi məktəbin arxasındadır. Və sonuncu sualımız idi. Onunla da dərsimizi tamamlayaq. Gələn dərsə inşallah 43-cü, 42-ni tamamladıq. 43-cü səhifə ikinci çalışmadan başlayaraq keçməyə. Allah asanlaşırsın. Əssəlamu aleykum və rəhmətullah.